İş yerində bədbəxt hadisə baş verən zaman sığorta ödənişi ala biləcək şəxslərin dairəsi genişləndirilir. Milli Məclisdə müzakirəyə çıxarılan dəyişikliklərə əsasən artıq təkcə əmək müqaviləsi ilə çalışanlar deyil, könüllülük müqaviləsi əsasında fəaliyyət göstərənlər, təcrübə keçən tələbə və şagirdlər də bu mexanizmdən yararlana biləcəklər. Könüllülük müqaviləsi ilə fəaliyyət göstərən, dövlət özəl sektorda müəyyən müddət çalışan və ya təcrübə keçən vətəndaşlarımız da istehsalatda bədbəxt hadisə baş verən zaman sığorta ala bilsinlər. Bu, həmin vətəndaşlarımızın sığortadan istifadə etməsinə imkan verəcək və yeni dəyişikliyin qəbul edilməsinə imkan verəcək ki, könüllü təcrübə keçən vətəndaşlar da bu halda məhz dövlətdən sığorta ala bilsinlər. Millət vəkili Vüqar Bayramov deyir ki, layihənin digər mühüm tərəfi sığorta ödənişinin hesablama meyarı ilə bağlıdır. İndiyə qədər əsas yanaşma əmək qabiliyyətinin itirilməsi, yəni 50 dərəcəsinin müəyyənləşdirilməsi ilə bağlı idi. Yeni mexanizmdə isə peşə əmək qabiliyyətinin itirilməsi də əsas götürüləcək. Bu isə o deməkdir ki, istehsalat hadisəsi nəticəsində sağlamlığına nisbətən daha az zərər dəyən şəxslər də sığorta təminatından kənarda qalmayacaqlar. Nəzərə alsaq ki, əmək qabiliyyətinin itirilməsi, yəni əlillik dərəcələri müəyyənləşməsi 30-80% arası müəyyənləşirdi. Yəni, amma bu o demək ki, 30%-dən az istehsalatda bədbəxt hadisə nəticəsində vətəndaşın sağlamlığına zərər dəyirdirsə, bu zaman sığorta ödənişi nəzərdə tutulmurdu. Amma yeni dəyişiklik imkan verəcək ki, məhz 30%-dən az zərər dəydiyi halda belə vətəndaşa ödənişlər edilsin, onlar sığorta almaq imkanına malik olsun. Dəyişikliklərin daha bir istiqaməti sığorta sisteminin maliyyə dayanıqlığını əhatə eləyir. Qanunda bir dəfəlik sığorta ödənişləri üzrə maksimum hədd müəyyənləşdirilir. Bu məbləğ minimum aylıq əmək haqqının minimisli qədər olacaq. Yəni bu o deməkdir ki, istehsalda bədbəxt hadisələr baş verən zaman 400.000 manata dək sığorta ödənişini həyata keçirmək mümkün olacaq. Maksimum məbləğ mövcud minimum əmək haqqı məbləği ilə 400.000 manatdır və praktik olaraq bu imkan verəcək ki, yeni maksimum məbləğ qəbul edildikdən sonra artıq 400.000 manata dək sığorta ödənişi həyata keçirilə bilsin. Millət vəkili qeyd edib ki, təklif edilən dəyişikliklər həm sığorta olunan şəxslərin əhatə dairəsini artırır, həm də ödənişlərin daha aydın mexanizmlə hesablanmasını nəzərdə tutur. İslam Əşrəfov, Yusif Kərimli, Xəzər xəbər.